Bir A-da deyir ki, səhifə 24-də uşaqlar. Səhifə 24-də bir A-ya baxaq. Deyir, qeydlər götürməklə Qazi Vüsal Səttarov mətni dinləyin, mətndəki döyüş səhnələrini öz sözlərinizlə təsvir edin. Deməli, uşaqlar, bu açıq sualdır. Buna hər kəs özü sərbəst formada cavab verəcək. Mətni dinlədik, düzdür. Mətndəki döyüş səhnələrini öz sözlərinizlə təsvir edin. Yəni, orada döyüş səhnələri var, düzdür. O qorxmadan düşmənin üzərinə hücum eləyir, düşmənlərin onların üzərinə hücumları bu formada təsvir olunur. Sən bunu dəyişib öz sözlərlə ifadə edirsən. Məsələn, Vüsal qorxmadan irəliləyirdi. Vüsalın güllələrinin bitməsinə baxmayaraq, onun məqsədi, amalı düşməni məhv eləməkdir. Son gülləsinin belə boşa getməməsi idi və s. Buna hərə öz fikrin ifadə edir. Bu açıq sualdır. Belə deyir, təsəvvür edin ki, Qazi Vüsal Səttarovda müsahibə almısınız? Almalısınız. Bunun üçün suallar tərtib edin. Bu da uşaqlar açıq sualdır. Buna da hər kəs öz cavabını verir. Amma çalışmalıyıq ki, buradakı suallar müharibə ilə bağlı olsun. Yəni, neçə yaşım var, ən çox nələr xoşlayırsan, bunları da verə bilərik sual. Amma bu mövzumuz müharibə olduğuna görə biz də çalışmalıyıq ki, o döyüş səhnələri ilə bağlı. Yəni, bax, məsələn, belə sual veririk ki, sən universiteti para qoyub müharibəyə getməyə vadar eləyən nə oldu? Sən müharibədə döyüş səhnələrinin içərisində hansı hissləri keçirirdin? Ən çox kimlərə ötürü darıxırdın? Ən çox kimə görə qələbə çalmaq istəyirdin? Bu tipdə suallar versək daha düzgün olar. İndi hər kəsin bir-bir yazdığı sualları da dinləyəcəm. Sonra 2A-da deyir ki, həyatda güvəndiyiniz insan varmı? Nə üçün məhz o adama güvənirsiniz? Yenə də həyatda güvəndiyiniz insan varmı? Yəqin ki, hər kəsin var. Bəli deyirsiniz. Sonra, məsələn, deyirsən, bəli, filan kəs, əmim qızı, dayım qızı, dostum, sinif yoldaşım, qonşum və s. Sonra, nə üçün o adama güvənirsən? Səbəb deyirsən. Məsələn, filan səbəblərə görə, onun mənə elədiyi bu hərəkətlərə görə var və onun cəmiyyətdə, sinifdə, uşaqların arasında özünü belə aparmağına görə, atasının anasına belə davranmağına, mənə belə davranmağına görə, məsələn, mən ona daha çox güvənirəm. Və ya bir dənə epizod danışırsan ki, o hadisədən sonra mən ona daha çox güvənirəm. Bəs sizə güvənən dostunuz varmı? Buna da cavab verirsiniz. Bəli, mənə də filan dostum daha çox güvənir. Onun güvənini doğrultmaq üçün nələr edirsiniz? Yəni, onun sizə güvəndiyini necə hiss edirsiniz? Və onun güvənini doğrultmaq üçün o sizə güvənir. Düzdür? Dostun Jalə Günaya güvənir. Günay, sən nə edirsən onun güvənini qazanmaq üçün? Nələr eləyirsən o güvəni sənə olan inamı itməsin? Bu tipdə cavab verirsən. İndi hər kəsin bir-bir yenə də cavablarını alacam. Keçək neçəyə? 2-nin B-sinə. Söz və ifadələrin mənalarını müəyyən edin və cümlələrdə işlədin. Deməli, peyda olmaq, görünmək, meydana çıxmaq. Deməli, birdə olur C. Qahmar çıxmaq, deməli, çətin vəziyyətdə müdafiə eləmək. 2 gedir D-yə. Qeyzlə, deməli, acıqla, hiddətlə. 3 gedir C-yə. Sonra təpinmək, acıqlamaq, danlamaq, üstünə qışqırmaq. Belə, səngimək, yavaşmaq, azalmaq. İndi bunları cümlədə işlətməliyik. Məsələn, peyda olmaq ifadəsini və ya mənasını deyək, peyda olmağın mənası nə oldu? Peyda olmaq, görünmək, meydana çıxmaq. Bax, çətin vəziyyətdə dostu onun yanında görünürdü. Hər çətin vəziyyətdə hardansa dostu meydana çıxırdı. Məsələn, bir cümlə belə. Qezlə sözünün mənası, deməli, acıqla, hiddətlədir. O, dostuna qezlə cavab verdi, hiddətlə cavab verdi. Məsələn, bu. Növbətləri isə özümüz bir-bir cümlədə işlədə bilərik. Məsələn, qahmar çıxmaq nə idi? Qahmar çıxmaq, çətin vəziyyətdə müdafiə etmək. O, deməli, çətin vəziyyətdə dostunu müdafiə etmək üçün yanına qaçdı. Qeyzlə sözünü dedik, təpinmək. Təpinmək nədir? O, dostunun sözlərindən sonra onun üstünə qışqırdı, onu danladı, onu acıqlandı. Səngimək nədir? Artıq güllə yağışları yavaşmağa, azalmağa başladı. Yavaşmaq, azalmaq deməkdir. C-də avtomatın hissələrinin adlarını müəyyən eləyin deyil. Birinci nədir? Birinci lülə.
İkinci daraq, üçüncü tətik, dördüncü qundaq. İndi deyir, bu sözlərin izahını verin və lüğətdəki izahla müqayisə edin. Daraq sözünün mənasını verib. Odlu silahda patronların yerləşdiyi sandıq, qutu. Lülə nədir? Güllənin nişan alınan istiqamətə doğru çıxdığı hissəsi. Boru. Sonra üç nədir? Tətik. Mənası nədir? Deməli, avtomatın içindəki patronu alışdırıb çölə çıxartmaq üçün rol oynayan bir deməli hissə. Sonra nə gəlir? Qundaq. Qundaq nədir? Deməli, düzgün nişan almaq üçün sinəyə, çiyinə diriyib nişan almağa xidmət edən bir avtomatın hissəsi. C-dir, araşdırma eləyin. Azərbaycan silahlı qüvvələrindəki hərbi rütbələri kiçikdən böyüyə ardıcılıqla düzün. Kiçikdən böyüyə. Ən balaca çavuşdur. Sonra gizirdir. Sonra mayordur. Yox, sonra kapitandır. Sonra mayordur. Sonra polkovnik. Sonra general. Ən balaca çavuş, ən böyük general. Kiçikdən böyüyə bu qaydada düzürük. Sonra düşün və cavab ver hissəsinə gəldik. Bilirdim ki, gəldiysən mətnin verilmiş yarımbaşlıqlarına uyğun gələn hissələrini müəyyənləşdirin. Mətndə hansı hissələrin ardıcılığı, hansı hissələrin hadisələrin ardıcılığını pozur? Dostların səngərdə söhbəti, qayğısız uşaqlıq illəri, düşmən üzərinə hücum, Abbasın şücaəti. Deməli, ardıcılığı hansı pozur? Deməli, 3 sadə deyir ki, bilirdim ki, gəldiysən mətnin verilmiş yarımbaşlıqlara uyğun hissələrini müəyyənləşdirin. Mətndə hansı hissə hadisələrin ardıcılığını pozur? Deməli, dostların səngərdə söhbəti var, uşaqlar, düzdür? Danışır, deyir, uşaqlıqda avtomat oynayırdıq, mən tuf elirdim, sən öldün deyirdin, sən ala deyib, də bu evi yerlə görüm, eyni səs çıxara bilirsən. Bu var, düzdür? Bu var, qayıtmam da ora. Yəqin başa düşüldü. Sonra düşmən üzərinə hücum var. Rəhim artıq dözə bilməyib, düşmən üzərinə hücum edir. Düzdür? Qumbaranı götürüb onların başlarına sıxır. Abbasın şücaəti var. Abbas gizir onu qolundan çəkir, amma Abbas dostunun dayıca gedib onu döyüş meydanından çıxarır. Abbasın şücaəti var, amma qayğısız uşaqlıq illəri yoxdur uşaqlar. Yox, onların uşaqlıq illərindən danışır, amma o da qayğısız belə deyil. Yəni, onların dalaşmaqlarından, kimlənsə dalaşanda deyir, ona qalxmar çıxırdı. Bu dəfə deyir, özündən böyük yekəpər biri ilə dalaşırdı, birdən biri o peydə çıxdı. Bu da qayğısız deyil, yəni, necə deyək, münaqişəli keçən illər olub. Qayğısız, sakit illərdən danışıldığını görmüyor mətndə. Düzgün cavabımız 2-dir. B-yə baxaq. Mətndəki hansı epizod sizə daha çox təsir edir? Səbəbini izahlayın. Bu da uşaqlar, hər öz fikrini açıq aydın deyir. Məsələn, mənə ən çox təsir edən Abbasın şücaəti hissəsi olub. O və Rəhmin düşmən üzərinə hücumu olub. O öləcəyini, şəhid olacağını bilə-bilə güllələrin qarşısında deşik-deşik, bədənin deşik-deşik olacağını bilə-bilə o acını, o duyğunu hiss eləyərək yenə də o vətənpərvərlik hissini hər şeydən üstə tutub düşmən üzərinə hücum eləyə bilir. Bəli, hərən buna fikri açıqdır. Məsələn, mən bunu düşünürəm. Sən digər hər hansı bir epizodu düşünə bilərsən və sənə niyə təsir etdiyini əsaslandırmalısın. C-də mətnin sonuncu cümləsini bir daha oxuyun. Sizcə Rəhmin Abbasın sözləri nə olur? Bax, sonuncu cümlə hanı? Dəqiqə. Sonuncu cümlə belə deməli. Deyir, boş yerə deyildi. Onun son sözlərini eşitmək üçün ölmə getməyə dəyərdi. Bax, o dostu ilə savaşanda
Deyir, bu nədir? Özün danışmağa adam tapmadın. Görmüsən ona boydadır. Buna deyir, bilirdim ki, gələcəksən. Sizcə o son nəfəsində Rəhim Abbasa nə deyir? Yenə də eyni sözü. Bilirdim ki, gələcəksən. Sənə güvəndiyim üçün yəni deyir, mən bu addımı atdım. Bəli. Belə cavablandırırıq. Sonra baxırıq C-yə. Bu da getdi. Abbasın və Rəhimin xarakterindəki əsas xüsusiyyətlər haqqında danışın, mətnə istinad etməklə fikrinizi əsaslandırın. Bu da açıq sualdır uşaqlar. Abbasın, Rəhimin xarakteri, yəni hansı xasiyyətləri, hansı duyğular, hissləri var sizcə Abbasın? Abbas məsələn, Abbas da Rəhim də hər ikisi vətənpərvərdir, hər ikisi dostluqda sadiqdir, hər ikisi dostunu sevir, dostuna hörmət edir, vətənini sevir, igiddir, qorxmazdır. Amma məsələn, Abbasa aid xüsusiyyət deyə bilərik, Abbas daha təmkinlidir. Rəhimə aid xüsusiyyət deyə bilərik, Rəhim daha səbirsizdir. Hər ikisinə aid xüsusiyyət deyə bilərik, hər ikisi qorxmazdır, igiddir. Düzdür? C-də onunla kəşfiyyata getmək olar ifadəsinin mənasını izah edin və oxuduğunuz mətnlə əlaqələndirin. Onunla D-yə baxır uşaqlar. D. Bəli. Onunla kəşfiyyata getmək olar nə deməkdir? Bax, kəşfiyyata getmək uşaqlar, hər hansı bir gizlin əməliyyatı yerinə yetirmək. Yəni, düşmənin gözünə görünməyərək, onların önəmli məlumatları, önəmli bölgələrini, ərazilərini ələ keçirmək, məlumatları bəli, əldə eləmək, öyrənmək deməkdir. İndi bunu mətndən necə əlaqələndirə bilərik? Bax, mətndə də Abbas və Rəhim, yəni kimləsə kəşfiyyata getmək nə anlama gəlir? Sən o insana, o kəşfiyyata gedəcəyin insana elə güvənməlisən, elə ona inanmalısan ki, yəni mütləq nə sən onu, nə də o səni darda qoymamalısan. Yəni, İraq, sən son nəfəsin belə olsa, özünü yox, dostunu düşünməlisən. Bunu da Rəhimlə Abbasa aid eləyə bilərik mətndən, bəli. Çünki Rəhim son nəfəsində vətənini fikirləşir, son anda vətənini fikirləşir. Abbas da yenə son anda vətənini plusda dostunu fikirləşir, özünü yox. Yəni, heç biri özünü düşünmür. Hər ikisi sən kəşfiyyata gedəcəyin insanda vətənə sevgi duyğusu, dostuna, xalqına, millətinə sevgi duyğusu hər şeydən üstün olmalıdır. Özü yox. Bunların hər ikisində də elədir. Rəhimdə də, Abbasda da. Ona görə o iki dosta aid eləyə bilərik bunu. Yəni, Rəhim Abbasla, Abbas da Rəhimlə kəşfiyyata gedə bilər. Mətndən belə əlaqələndirə bilərik. Çünki heç birini geridə qoymaz. Hər birinin vətənə olan sevgisi, xalqına olan sevgisi öz istəklərinə, duyğularına gəldir. Belə cavablandıracaq. E-yə baxırıq. Qazi Vüsal Səttar və bilirdim gələcəksə mətnlərin aşağıdakı göstəricilər üzrə müqayisə edin. Bu glossar hissəsinə baxın uşaqlar. Mətn növü dedikdə nədir? Mətn növü dedikdə bədii və qeyri-bədii mətnlər nəzərdə tutulur. Bədii mətnlərin məqsədi oxucunu düşündürmək, duyğulandırmaq. İndi biz bu, bax, qeyri-bədii mətndə nədir? Oxucunu bilgiləndirmək, maarifləndirmək, hər hansı fikrə inandırmaq məsələdaşdır. Bir gördüyümüz mətndə, bilirdim ki, gələcəksə mətndə, hər hansı bir fikri deməli, biz dinlədik, maarifləndik, yoxsa bizim hissimizə, duyğumuza təsir elədi, bizi düşündürdü. Məncə birincisi, düzdür? Bizim Abbasın, Rəhimin uşaqlıq illəri, Rəhimin qəhrəmanlığı, Abbasın şücaəti bizi duyğulandırıb, düşündürən məqam oldu. Deməli, bilirdim ki, gələcəksən mətni bədii mətn yoxsa qeyri-bədii mətn? Bədii mətn. Qeyri-bədii mətnin xüsusiyyəti insanı maarifləndirmək, bilgiləndirməkdir. Bədii mətnin xüsusiyyəti isə insanı duyğulandırmaq, hisslərinə toxunmaqdır. Bilirdim ki, gələcəksə mətnində sən hansısa bir elmi məlumat alırsan, yoxsa duyğuların, düşüncələrin oyanır. Deməli, bədii mətndə, düzdür? Glossar hissəsində öyrənəcəyik uşaqlar, o mavi hissəni. İndi növü nə oldu deməli? Bədii mətn. Məzmunu nədir? Məzmununda deməli, məzmunu deyəndə biz mətni məsələn bir 3 cümlə ilə ifadə edirik. Müharibə, 2-ci Qarabağ müharibəsi, 2 dost, dostların uşaqlıq illəri, Rəhimin deməli qəhrəmanlığı, Abbasın şücaəti. Məzmunun 3-4 cümlə ilə ifadə edirik. Mövzusu nədir? 2-ci Qarabağ müharibəsi. İdeyası nədir? Vətəni, milləti, dostu, xalqı
əzizlərini hər şeydən, öz canından belə üstün tutmaq. İdeyası budur. Ədə deyir, sizcə döyüşdə qələbə çalmaq üçün əsgərlərin hansı keyfiyyəti olmalıdır? İgidlik olmalıdır, qorxmazlıq olmalıdır, vətənə sevgi olmalıdır, dostuna güvən olmalıdır. Bu xüsusiyyətlər. Bunu siz də sadalayaraq genişləndirə bilərsiniz. Mənim dediklərimin üstünə əlavə məlumatlar da öz qeyd edə bilərsiniz. Qrupla iş var uşaqlar yaz hissəsində. Mətnin qəhrəmanlarına məktub yazın. Vüsal Sattarova məktub, Abbasa məktub. Bu da uşaqlar açıq sualdır. Bunun cavabı mən demirəm. Hər kəs növbəti dərsdə bəli, bir qrup Vüsala, ikinci qrupsa Abbasa məktub yazar. İçimizdən keçənlər, yəni Abbasa, Vüsala nə demək istəyirsən? Bunları mətndə qeyd edəcəyik. Bəli. Deməli, 5A-da deyir ki, uşaqlar, leksik, qrammatik, mənəyə aid testləriniz adı bu. Baxaq. 5A-da deyir ki, aşağıdakı cümləni oxuyun və sualları cavablandırın. Şəhərin küçələri ilə bir qərib yolcu addımlayırdı. Yad, gəlmə, yerli olmayan hansı söz izahıdır? Bu qərib sözünün izahıdır, uşaqlar. Qərib sözünün mənası ilə bulardı. Yad, gəlmə, yerli olmayan. Bu aid oldu qərib sözünə. Cümlədə hansı söz ayrılıqda heç bir suala cavab vermir? Ayrılıqda heç bir suala cavab vermir, uşaqlar, köməkçinin hissəsidir. Bu cümlədə köməkçinin hissəmiz hansıdır? İlə sözü. Deməli, B-də aiddir ilə sözünə. Yadda saxla hissəsinə diqqət edək ki, sözün ifadə etdiyi anlayış onun leksik mənasıdır. Məsələn, şamdan, şam qoymaq üçün atlıq. Bu şamdan sözünün leksik mənasıdır. Qrammatik məna dedikdə isə onun hansı hissəsinə aid olması, quruluşca növü, cümlədə rolu, digər qrammatik xüsusiyyətləri nəzərdə tutulur. Məsələn, baxın uşaqlar, şamdan sözünün şam qoymaq üçün atlıq olmağı onun leksik mənasıdır. İsim olmağı, təkdə olmağı, ümumi olmağı, konkret olmağı, düzəltmə olmağı onun qrammatik mənasıdır. Əsas hissələrində aid olan bütün sözlərin həm leksik, həm də qrammatik mənası var. Köməkçinin hissələrinin isə təkcə qrammatik mənası var. B-yə baxaq, indi görək nə deyir. Cümlədə fərqlənmiş sözlərin izahını oxuyun və hər bir izaha uyğun sözü müəyyən edin. Baxışından sərtlik, cəsarət və yorğunluq yağırdı. Deməli, qorxmazlıq, hünər, cürət sözünün mənası cəsarətdir. Bədənin gücdən düşməsi, taqətsizlik sözünün mənası yorğunluqdur. Möhkəmlik, ciddilik, sarsılmazlıq sözünün mənası sərtlikdir. C-yə baxaq. Sözləri qrammatik mənalara uyğunlaşdırın, hansının hissəsinə aid olduğunu müəyyən edin. Qapqara çoxaltma dərəcəsində olandır. Bir gedir C-yə və qapqara sifətdir. Yazdım. Deməli, birinci şəxsin təkinə aid keçmiş zamanda olan feildir. 2 gedir D-yə. Nitq hissəsi olaraq da feildir. Siz ikinci şəxsin cəmidir. 3 gedir B-yə, əvəzliyidir. Tez-tez hərəkətin tərzini bildirir. 4 gedir A-ya və nitq hissəsi olaraq zərfdir. Üçüncü varlığın sırasını bildirir. 5 gedir E-yə və nitq hissəsi olaraq saydır. Fikirdən, dandan hansı şəkildir? Çıxışlıq alın. Deməli, 6 da gedir C-yə və çıxışlıq halda hansının hissəsidir? İsim. C-də isimdir. Mən biraz sərqəsiz yazdım, siz sərqəli qeyd edəcəksiniz. C-də deyir, cümlədəki sözləri cədvəl özündə qruplaşdırın. Yəni, həm leksik, həm də qrammatik mənası olanları, yəni əsas hissələrin buraya yazacağıq, bir qoyduğuma. Yalnız qrammatik mənası olanlar, yəni köməkçinin hissələrini isə buraya yazacağıq, 2 qoyduğuma. Deməli, astara sözün həm leksik, həm qrammatik mənası var. Əsas hissəsidir, buraya yazırıq. Sonra, rayon sözün yenə buraya yazırıq, əsas hissəsidir. Sonra, həm də sözün ikinci xanaya yazırıq, köməkçinin hissəsidir. Sonra, çay sözün leksik həm qrammatik mənası var, birinciyə yazırıq. Sonra, ilənin yalnız qrammatik mənası var, ikinci sıraya yazırıq. Məşhurdurun həm leksik həm qrammatik mənası var, birinci sıraya yazırıq. Sonra ikinci cümləyə keçək. Əlbəttə sözün yalnız köməkçinin hissəsidir, yalnız qrammatik mənası var, buraya yazırıq. Sən sözün həm leksik həm qrammatik mənası var, buraya yazırıq. Də sözünün yalnız qrammatik mənası var, buraya yazırıq. Haqlısan hər iki həm leksik həm qrammatik mənası var, buraya yazırıq. Bu qədər uşaqlar. Videomuzu dostlarınızla, ətrafınızda paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Dərslərimiz haqqında da məlumat almaq istəsəniz 050 745 85 97 nömrəsindən əlaqə saxlayırsınız. Hələlik sağ olun.